müzakirələrin aparılmasında dəstəkçimiz olan Orxan bəy də buradadır. Nəyə görə? Çünki onların hamısı mənə dəstəklər bu gün. Biz bugün Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dəstək agentliyinin dəstəyi ilə xanımlarımızda, Laçında yaşayan qadınlarımızda, fəal xanımlarımızda onlara qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkil olunması və həyata keçirilməsi ilə bağlı təlim keçirəcək. Və xanımlarımız işlə təmin olunurlar və özləri də iş karyerasını qururlar. Gözəl belə təqdim elə ki, bu hamımızda görə ki, siz nə istəyirsiniz, biz necə eləyə bilərik? Ayağında var, ayağı yoxdur, gözü yoxdur, amma onlar bu günlər yaşamaq həvəsindən düşünürlər ki, biz necəsə yaşayaq, yerdə müharibə olmasın. Bizlərin hər birimiz istəyirik ki, bu təşəbbüskarlıq Laçında həyata keçirilsin. Hamısını görürük. Və bu gün biz dövlətimizə müraciət etdikdə ki, bizim qayıdış olmuş regionlarda işğaldan azad olmuş regionlarla yanaşı, digər regionlarda biz varıq. Az da olsa, çox da öyrənə bilmərsiniz, düzdür. Kağız üzərində nəyəsə biz oxuyub sizə gelirik. Amma bizim burada əsas məqsədimiz odur ki, məsələn, biz çox da mən elə etmək istəmirəm ki, elə ki, yeni işin qurulması, məhsulda xidmətləri yaratmaqla, hamısı sahibkarlığın ünlülərdir və ona aiddir. Fərdi sahibkarlıqdır, ailə sahibkarlıqdır, kooperativ sahibkarlıqdır. Yəni, bunlardır. Bizim də gələcəkdə planlarımızdır. Sizinlə Məbiyeva, tarix müəlliməsiyəm. Bakıda İmtisali məktəbdə çalışıram. Mən hansısa bir satış kimi, nətər deyim, biz sahibkarlığın tərifi və əhəmiyyətində çalışırıq. Yəni, belə sahibkar qadın kimi biz bunları özümdə yaratmışam deyilər. Onlayn satışlarını təşkil edir. Bu daha sərfəlidir da. İndi məsələn bizim üçün çox sərfəlidir ki, məsələn, burada bir sual verirəm ki, biz əvvəlcədən müzakirələr apardıq və burada sahibkarlıqla bağlı, liderliklə bağlı hər hansı bir ideyalarımız, təkliflərimiz varsa, bu təklifləri düşündük ki, yeniləyək və Laçına qayıdış edən xanımlarımız artıq evdə oturmasınlar, öz bacarıqlarını üzə çıxarsınlar və bunun üçün də bizdə qeyri-hökumət təşkilatlarına dəstək agentliyi hər zaman təşkilatlara dəstəkdir ki, yerlərdə, işğaldan azad olunmuş torpaqlarda bu kimi layihələr həyata keçirilsin. Və bu günləri xanımlarımız artıq bəziləri evdə oturublar, onların uşaqları böyüyüblər, məktəbə gedən gedir, bağçaya gedən gedir və onların hansısa bir işlə məşğuliyyəti vacibdir. Bu səbəbdən biz də istədik ki, bizim qayıdış olan regionlarımızda, Zəngilanda, Laçında, Cəbrayılda, Füzulidə bu cürə işlər aparılsın və siz xanımlar da öz aktiv fəaliyyətinizi bir daha yeniləyəsiniz. Məhz buna görə də biz istədik ki, təlimçilərin də təlimində olasınız. Biz istədik ki, Aydan xanımın, Orxan bəyin, Bəstə xanımın hansı bir fikirləri varsa, siz bunu dəqiq şəkildə öz qeydiyyat dəftərinizdə götürəsiniz və gələcəkdə hər hansı bir sualınız olanda mən sizin yanınızdayım. Və mən yanınızda olduğum kimi hər zaman sizin telefonlara da cavab verəcəm, suallarınıza da cavab verəcəm ki, hansı işləri görə bilərik. Bilirsiniz ki, Laçın qayıdışı olandan sonra, biz işğaldan azad olduqdan sonra hər kəs bu həyat şəraitini çox çətin yaşayırdı. Amma indi bizim xanımlarımızla yanaşı bəylərimiz də sahibkarlıq fəaliyyətinə başlayıbdı. Amma biz deyirik ki, gender bərabərliyi biraz genderdə uyğunlaşdıraq və artıq bu bərabərliyi qoruyaq və bu insanlara mütəmadi şəkildə dəstək olaq. Azərbaycanın bir çox regionlarında və respublikada mən deyərdim ki, sırf qadınlara, gənclərə bu sahədə üstünlük verilir. Üstünlük də veriləndə həmişə çalışırıq ki, mərkəzlər yaradılsın. Gələcək planımız bundan ibarətdir ki, yaradılmış mərkəzdə sizin özünüzün necə bir obyektlərin açılması, necə bir öz loqonuzun yaradılması, necə bir işinizin qurulması, həll istiqamətində danışa bilək. Növbəti günlərdə biz loqonun, brendin yaradılması haqqında danışacağıq. Amma bugün ilkin mərhələ olduğuna görə biz çalışırıq ki, sizə məhz sahibkar necə olmalıdır və sahibkarlığın rolu nədən olmalıdır. Bunu davamlı etməkdən ötürü biz hansı işləri ilk öncədən başlamalıyıq, karyeramızı hardan başlayıb, hardan bitirməliyik. Buna görə də ən azından bizim evdə olan övladlarımızın bacarığın, qonum-qonşumuzda olan insanların bacarığın,
birləşdirib nəsə iş görə bilərik. Biz artıq Laçında bu cürə işi başlamışıqsa, bunun gələcəyi var. Bunun davamlı olması üçün təkrar görüşlər keçirdəcəyik. Hətta sizinlə təlimin sonunda bizim praktiki görüşlərimiz olacaq. Hansı ki, hardasa obyektlər açılıb, gözəllik salonu açılıb, sonra restoranlar açılıb, kafelər açılıb, mağazinlər açılıbdır, köşklər açılıbdır. Bizim burada çox sayda gedib, səfər edib, gözlə görünən sahibkar işlərimiz var. Məhz buna görə də biz birinci növbədə bu təlimləri yekunlaşdıracağıq və yekunlaşdırandan sonra sizlə bu səfərləri təşkil edəcəyik. Mən inanıram ki, gələcəkdə agentliyin özü də bu kimi layihələrə üstünlük verəcəkdir və bu layihələrin məhz Qarabağ zonasında, Laçında, Cəbrayılda, yenə deyirəm Füzulidə və digər regionlarda həyata keçirəcəkdir. Və bundan əlavə biz bir şəbəkə yaradacağıq. Biz yaratdığımız şəbəkənin qolları bir qolu Şuşaya gedəcək, bir qolu Xan kəndinə gedəcək, bir qolu Cəbrayıla, bir qolu Qubadlıya. Ümumiyyətlə, hansı ərazilərdə biz dönüş etmişiksə, o ərazilərdə mütləq şəkildə bu işimizi quracağıq. Və biz bu cürə aktiv xanımlar artıq mənim təşkilatımı bilirsiniz ki, bizim təşkilatımızın üzvlərisiniz. Bizim burada təşkilatımızın yerli nümayəndəlik sədri var. Bizim Sədaqət xanım da indi öz çıxışlarında biraz öncə də sizə məlumat verdi, danışdı ki, xanımlarımız öz ayaqları üzərində dayanmalıdır, mütəşəkkil şəkildə işlərini görməlidirlər. Bunun üçün bizim gələcəkdə koordinasiyalarımız olmalıdır, həyata keçirilən layihələrimizi mütləq şəkildə siz xanımlarla paralel biz həyata keçirəcəyik. Çünki bizim yalnız bu deyil ki, tikişlə məşğul olaq, naxışla məşğul olaq, bizim həyatiyanı sahəmiz var, toyuğumuzu saxlaya bilərik, mal-qara saxlaya bilərik, əkin əkə bilərik. Biz əkdiyimiz məhsulları bazara çıxarda bilərik. Yəni, sahibkar deyəndə məhz o deyir ki, mən gedim ali bir kresloda oturum, özümü sahibkar hesab eləyim və mənə gəlir hardansa gəlsin. Belə deyil, mağaza. Bizim gözəllik salonumuzda Nəsibə xanımdır, sonra Qəşəng xanım mağazası var, yoldaşı ilə paralel şəkildə həyata keçirir. Bayaqları xanımlar da söylədi, mən də söylədim. Bizim başqa Faberlikin mağazini açılıbdır və ümumiyyətlə mağazalarımız var, otel xidmətlərimiz var. Demək ki, bunun özü artıq inkişafa doğrudur. Məhz buna görə də mən hər sözümün əvvəlində və sonunda çalışıram ki, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dəstək agentliyinin rəhbərliyinə və işçi heyətinə hər zaman təşəkkürümü bildirim ki, onlar bizlərə dəstək olurlar ki, biz öz yazdığımız, bacardığımız layihələri rayonlarda həyata keçirdək. Bunun özünü müsbət hallandırırsınız və biraz öncədən də xanımların belə bir təklifi vardı ki, gələcəkdə biz bir mərkəz açaq. Mərkəz də olduğu kimi Azərbaycan qadınlarının haqlarının müdafiəsi ictimai birliyidirsə, bizim birliyimiz bir olmalıdır. Bu birliyimiz bir olarsa, məhz bu işimizi biz davam etdirəcəyik. Hər hansı bir sualınız olanda, mən olmadım, telefonum zanit oldu və yaxud da ki, nəsə, Allah heç kimə nəsib etməsin, xəstə oldum. Bilirsiniz ki, Sədaqət xanım bizim yerli burada koordinatorumuzdur. Və məhz Sədaqət xanımla müzakirələrinizi apara bilərsiniz, diskusiyalarınızı eləyə bilərsiniz və bizlə inteqrasiyalı işləyə bilərsiniz. Bundan əlavə, mən çox müdaxilə edirəm sizə və özüm nəyə görə, birinci təlim olduğuna görə çox danışıram ki, növbəti suallar, təkliflər sizin olacaq. Hətta fikirlərinizi qrup halında siz bizə yazıb verəsiniz və biz onu qiymətləndirəcəyik. Sonda hansı ki, qiymətləndirdiyimiz insanlar var, biraz öncə də danışdınız, mən gördüm ki, burada Sevda xanımdır, Gülnaz xanımdır, bunların tikişlə bağlı tikiş sexini açmaq istəyirlər, xalça toxumaq istəyirlər. Nə gözəl, bizdə naxış sexi var, bizim xalçaçılıq seximiz var. Yəni, gilabidən olan bizim əl işlərindən ibarət yerlərimiz var ki, gənclərimiz faktorda işləyirlər. Sizlərin də burada işləməsi bizim üçün önəmlidir və sizin hər zaman yanınızdayım. Birazdan sonra hər hansı fikirləriniz olsa, mən yenə sizin fikirlərə qoşulacağım. Alacağımız məsləhətlər, mən sizi çox görmək istəyirəm. Təlimlərdə bir-birimizə xüsusi yön göstərəcəyik. Həm də qadın səhvkarlığı ilə bağlı. Yaşımın az olmağına baxmayaraq, bir tək qadın kimi, tək ana kimi, mən də öz ayağımın üzərində dururam. 3 ildə artıq Laçında olmağımıza baxmayaraq,
belə mən də işlə təmin olunmamışam, yəqin sizlər də məlumatlısınız. Çox maraqlı. Müdaxilə edirsiniz. Yox, bu 6 gün ərzində və müraciət edək ki, burada Laçın şəhərində, Laçın rayonunda Yəni ən çox daha çox təqdimatın da. reklamlar, Hə, reklamlı Dadaşova şəhər, Zabit kitabxanası filial müdürüyəm. İnşallah da fəaliyyət göstərib kitabxanamız işləyər. Balaca bir salon yaratmışam. Gözəllik işlə məşğul. Mən də işləyirəm. 20 il stajım var. Ümumilikdə bu işlərin hamısını həvalə etmişəm və Hazırda işləyirəm, dövlət kimi də işləyirəm, mühasib projenicə də işləyirəm. Gəlini xalçamı özüm toxumuşam, gözəl naxışlar. Laçın şəhərinin xanımları çox öz ayaqları üstə duran xanımlardılar. Evlatı tərbiyəm. Mən nəvələrimə deyirəm, hər bir bilirəm, biraz danışanda da adam utanır, danışam. Nəvələrimə baxsınlar, heç kəsdən də asılı olmasınlar, öz ayaqları üstə dursunlar. Qadınlar üçün ən önəmlidir. Bilirsiniz bu nə deməkdir? Mən bütün ilk oğlum 44 gün müharibədə İradə xanım, çox sağ olun. Siz çox bir toplantıda geniş bir müsahibə verdiniz. Bu günlərim Laçın şəhərinə böyük qayıdışla əlaqədar olaraq xanımlarımızın biznesə qoşulması haqqında çox böyük bir məruzə etdiniz. Mən də bir Laçınlı xanımı kimi bu toplantıya qoşulmuşam və bütün xanımlarımızı kiçik biznesə qoşulmasını arzu edirəm. Bu günlərin baxıram, maşallah, Laçının çox gözəl qızları, xanımları bu toplantıya gəliblər. Bu bizim üçün böyük qürurdur. Böyük qayıdış proqramı nəticəsində dövlət tərəfindən bizə çox böyük dayaqlar olubdur. Biz yenidən Laçın şəhərinə qayıtmışıq. Dövlət bizim üçün gözəl bir şərait yaradıbdır. İndi biz oturub fikirləşməliyik ki, biz yenidən bu şəhərdə xanımları biznesə çəkməliyik. Hər bir xanım evdə oturmaqla ailəni dolandırmaq olmur. Ona görə də mən bugün Laçınlara müraciət edirəm. Yenə də burada oturan xanımlarımıza da öz təşəkkürümü bildirirəm ki, bugün bizim çağırışımıza gəliblər. Hər bir xanım öz biznesini qurmaq istəyir. Bu bizim üçün çox qürur vericidir. Və bu günlər məsələn Nəsibə xanım, bayaqlarım, mən çox belə qürurla o xanımı alqışladım. O özü üçün burada gözəllik salonu açıb, Laçında bir yenilikdir. Bizi bu barədə dövlət də bizə dayaq durur. Qeyri-hökumət təşkilatı öz əlini uzadıbdır. Yenə işğaldan azad olunmuş rayonlara, şəhərlərə, kəndlərə bütün dövlətlə paralel əlindən gələni əsir gəlmirlər. Bu günlər məsəl üçün götürək biz mən xanımlara nə təklif eləyə bilirəm gözəl xanımlarımıza? Xanımlarımız nəyə görə getsin, ailə başçısının gözləsin ki, haçan ki bunlara maliyyə verəcək. Hər bir xanım ayaqları üstə durmalıdır. Bu bizim üçün böyük qürur olmalıdır. Bu evlatlarına təhsil verməlidir, öz maliyyəsi ilə, evlatlarına dayaq durmalıdır. Tək bir nəfərinə bir ailəni idarə eləmək çox çətindir. Bugün böyük qayıdış proqramı əsasında həqiqətən də Laçında böyük işlər görülübdür. Həm dövlət tərəfindən böyük işlər görülübdür. Məsəl üçün, xalçaçılıq açılıbdır, orada bir neçə xanımız işləyir, onun büdcəsinə çox böyük təsir eləyir. Bugün həmşirniyyət sexi açılıbdır. Bir neçə nəfər xanım orada işləyir, ailəsinə böyük büdcə gətirir. Tikiş sexləri açılıbdır. Mən o qədər sevindim, getdim, özüm getmişdim o sexə. O qədər qürur vericidir. Naxış vuran xanımlar ayrıdır. Məsəl üçün, tikişlə məşğul olan xanımlar ayrıdır. Bu böyük bir qayıdış üçün çox böyük bir qələbədir bizim xanımlar üçün. Mən tək Laçın şəhərini nəzərdə tutmuram. Cəbrayılda, Xankəndində, Şuşada, Zəngilanda bütün bu əhatə böyüməlidir və bizim xanımlarımız öz ayaqları üstündə durmalıdır. Siz bilirsiniz ki, Azərbaycan xanımları çox savadlı, çox intellektual səviyyəli xanımlardır. Onları hansı bir yerə yönəlsək, onlar orada o vəziyyətdən çıxmağa qadirdirlər.
Bu günləri məsəl üçün, bax, Bal Kamalı götürək, artıq o öz brendini yaradıbdır. Ondan sonra götürək xalçaçılığı, çox sevinirik, gedirik, gözəl naxışlar. Hətta özüm gedib o xalçaçılıqda oturmuşam, mən də hərdən bacarırdım. Gördüm, yox, unutmamışam, ürəyim dağa döndü. Sonra açılıb ayaqqabı serki bu Laçın üçün böyük bir brenddir. Yəni bunları nəzərə almaqla biz hələ yenidən böyük layihələrə qol çəkməliyik. Ona görə də İradə xanım, siz çox bayaqlarım əhatə ilə danışdınız, mən inanırsınız, çox sevindim. Hətta mən özüm də qərara gəlmişəm ki, özüm üçün xırda bir biznes yaradım və bütün xanımlar, Laçında olan xanımları da mən bu biznesi dəvət edirəm və bu yolda onlara uğurlar arzu edirəm. Böyük bir qayıdış nəticəsində 31 il düşmən tərəfindən işğal olunmuş bir şəhərdə, bir kənddə, bir rayonda yenidən həyat qaynayır. Bu asan məsələ deyil. Bu məsələnin arxasında dövlətimiz, bizim prezidentimiz dağ kimi dayandı və böyük qayıdış nəticəsində əhali artıq öz yerinə etap-etap qayıdırlar. Bayaqlarım Orxan bəy də danışdı, Bəsti xanım da danışdı. Bu məsələləri biz artıq böyüdüb, məsəl üçün, elə bir biznes yaratmalıyıq ki, biz gələcəkdə uşaq evlərinə yardım eləyək, qocalar evlərinə yardım eləyək, İlaq dövlətin müəyyən bir sahə açırsa, ora yardım eləyək və biz öz biznesimizi o dərəcəyə artıq çatdırmalıyıq. Bu biznesi qurmaq elə deyil ki, məsəl üçün biz gəlib oturub deyəcək bugün biznes yaradacağıq. Bizim arxamızda bizim dövlətimiz durur. Biz dövlətə də müraciət edirik, məsələn banklara da müraciət edib, aşağı faizlər, məsələn kredit götürüb böyük bir biznes yarada bilərik. Banklar da dəvət edir, deyir gəlsinlər, işğaldan azad olunmuş sakinlərə kömək eləməyə hazırdır və onunla paraleldə qeyri-hökumət təşkilatı məsəl üçün qayıdış nəticəsində əhaliyə və Azərbaycanın qayıtmış rayonlarına şərait yaratmağa onlar da öz təkliflərini verirlər və biz onların təkliflərini də alqışlarla qarşılayırıq. Bundan gözəl nə ola bilər ki? Bax, 1992-ci ildə biz çox ağır bir vəziyyətdə düşmən işğal elədi bizim gözəl Laçınımızı, bizim böyük Qarabağımızı. Bu bizim ürəyimizdə ən ağır bir yaradır. Məsəl üçün, biz bir ailədə 7 uşağın 4-ümüz döyüşçü olmuşuq. Göz yaşlarımızla döyüşmüşük. Qardaşım Cimubari şəhid olubdur. Mən özüm qazi, 2 qardaşım döyüşçü. Tək mən yox, bütün Laçın cəmaatı, hamısı 5 il, necə deyim, ayağı yalın, əli yalın, düşmənin gözünün qabağında dik durdu. İndi buna baxmayaraq, düşmənin arxasında böyük qüvvələr durdu. Yenə də biz heç vaxt təslim olmazdıq. Böyük qüvvələr durdu, biz getdik, bir ağır günlərlə yaşadıq. Yenə də dövlətimiz bizə qucaq açdı. Bu günlərin bizim üçün o qədər qürur vericidir ki, bizim, necə deyim, o qəhrəman oğullarımız, bizim ali baş komandamız, Cənab Prezidentə mən təşəkkür edirəm. Hamı bilir ki, mənim ona dünyalar qədər böyük hörmət var. Mənim Laçınıma, mənim Qarabağım alıbdır. Bizim şəhidlərimizin qarşısında baş əyirəm. Mənim qardaşım, xalam oğlu, dayım, bir ailədə 17 şəhid vermişik. Mən özüm də şəhid olmağa hazırdım. İndi yaralandım, qazi oldum, bugün məşgül. 2-ci Qarabağ müharibəsinə mənim oğlanlarımın ikisinə birdən çağırış gəldi. Mən çəkinmədən dedim ki, getməliyik, döyüşməliyik. Biz, necə deyim, bu torpağı qanımıza bahasını almışıq. İndi böyük qayıdış oldu, gəlmişik. Bundan gözəl nə ola bilər? Dövlət bizim kürəyimizdə durubdur, qeyri-hökumət təşkilatı bizə qucaq açıbdır. Biz də çalışacağıq ki, bunların hamısını doğruldaq və bütün Laçın gözəl xanımları da öz biznesini yaradıb və sabahısı öz biznesi ilə balalarına, ailəsinə böyük dayaq olacaqdır. Sizdən xahişimiz sadəcə olur ki, bir-birimizi dinləyək, nə təkliflərimiz varsa, bir arada olur, bir təklif formasına salaq. Heç bir kişidən, heç bir valideyindən asılı olmayaraq, yaşımızdan asılı olmayaraq, təbəqəmizdən, təhsilimizdən asılı olmayaraq, o qədər alim təhsilli insanlar var ki, bugün hansı bir kişinin təsiri altında evdə sadəcə bir çörəyə bilməsi, o qədər alim təhsili olmamış, öz ayaqları üstündə duran yenədir. Özümü üzr istəyərək nümunəliyə gətirirəm, çünki yenə təkrar edirəm. Mən tək ana kimi, tək qadın kimi, hiçbir mühtaç olmadan, ailəmə belə dəstək olaraq, bəli, öz biznesimizi qurur, yəni
danışmadı. Bizim tərcihimiz sabahdan o da öz fikirləri, tövsiyələrini irəli sürəcək. Fərqli sahibkarımız olacaq çünki tərcihimizdir. O da müəyyən günlərdə yetməyə olsa da ilə fikirləri deyəcək ki, düşünürəm ki, sizlər hər birinin az da olsa nələrizə yol göstərəcək. Teşekkür edirəm, çox sağ olun hər birinizə. 6 gün məncə burada hər şey bir yana bir laçınımız